Bu görüntülər Qəbələdə yerləşən Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbində çəkilib. Məktəb deyil, sanki şənbə günü fəaliyyət göstərən özəl bir ticarət mərkəzidir. Jurnalist binaya daxil olur və acınacaqlı mənzərə ilə rastlaşır. Siniflərdə dövlət proqramı deyil, aylıq 25 manatlıq alver gedir. Şagirdlər kameraya açıq şəkildə etiraf edirlər. 25 manat ödəyib hazırlığa gəldik. Dövlətin müəllimi, dövlətin binasında, dövlətin verdiyi maaşla, amma valideynin cibinə əl uzadaraq məşğələ keçir. Budurmu sizin təhsil siyasətiniz? İndi isə əsas sualı bu məktəbin direktoruna ünvanlayırıq. Hörmətli direktor, bu qanunsuzluqdan xəbəriniz varmı? Əgər hər şeydən xəbərdaram deyirsinizsə, onda cavab verin. Hansı maraqlar qarşılığında, hansı pay müqabilində dövlət binasını müəllimlərə peşkəş etmisiniz? Yox, əgər xəbərim yoxdur deyirsinizsə, onda siz necə direktorsunuz ki, rəhbərlik etdiyiniz binadan nələrin baş verdiyindən bixəbərsiniz? Bu idarəetmənin iflası deyil, bəs nədir? Bu birbaşa rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədir. Aidiyyəti qurumlar bu məsələni ciddi araşdırmalıdır. Müəllimin sinif otağını kimdən və nəyin qarşılığında aldığını, kimin icazəsi ilə təhsil ocağında ödənişli məşğələ keçməsini, direktorun isə bu bazarda rolunu hüquq mühafizə orqanları aşkar etməlidir. Təhsil ocağını rüşvət yuvasına çevirənlər şagirdin dili ilə ifşa olunan o 25 manatların hesabını qanun qarşısında verməlidirlər. Salam, hoş geldin. Necəsiniz? Buranın içərisinizdir? Ödəniş nəzər keçiriləcək bilik. Salam uşaqlar. Müəlliminiz adı nədir müəlliminizin? Adı nədir? Vəfa müəllim. Neçə vaxt hazırlaşırsınız? 25, 30, 50. Adım Üstad Kəlbəcərlidir. Jurnalist Üstad Kəlbəcərliyəm. Məktəbdə heç vaxt hazırlıqlar olmaz. Dövlət hesabına ola bilər. Amma repetitorun fəaliyyəti məktəbdən qəti qadağandır. Başa düşdüm mən. Məktəbdən